ürək xəstəliklərindən danışmışkən, psixoemosional gərginlik zamanı damarların özlərində də vazospazm formalaşa bilir ki, bu da qan təchizatının azalması ilə özünü göstərir. Bəli, ürək xəstəliyi dedikdə burada həm aritmiyalardan söhbət gedir. Misal üçün, aritmiyalardan danışırıqsa, psixoemosional gərginlik və bunun zaman-zaman baş verdiyi zaman ürəyin aparaca sistemi ilə bağlı müəyyən problemlər meydana çıxmağa başlayır. Misal üçün, ektopik ocaqların aktivləşməsi və bu da ürək xəstəlikləri sırasında yer alır. Bu problem yaşana bilər. İkinci bir məsələ, var olmuş bir ürək xəstəliyi var aşağıda. Bunun ağırlaşması üçün emosional krizin olması, arterial təzyiqin buna müvafiq çox yüksəlməsi və yüklənmiş ürək, bilirsiniz ki, tez-tez döyünən ürəyində qidalaması pozulmuş olur. Nəticədə bunu biraz da daha tətikləmiş olur. Yəni, psixoemosional gərginlik ürək xəstəliklərinin ağırlaşmasına gətirib çıxarda bildiyi üçün var olan ürək xəstəliklərindən söhbət gedir. Biz bunu birbaşa əlaqələndirə bilərik. Ürək xəstəliklərindən danışmışkən, psixoemosional gərginlik zamanı damarların özlərində də vazospazm formalaşa bilir ki, bu da qan təchizatının azalması ilə özünü göstərir.